Azərbaycan nağılları. Biri var idi, biri yox idi. Bir sadə kişi var idi. Bir gün o öz-özünə deyir ki, mən gedib bəxtimi axtarıb tapacağam. Mən də başqalar kimi xoşbəxt olacağam. Sabahısı günü o bəxtini axtarmaq üçün yola düşdü. Az gəldi, üz gəldi, dərə-təpə düz gəldi, qaranlıq bir meşədə bir şirə rast gəldi. Şir soruşdu, "A kişi, hara gedirsən?" Kişi dedi, "Bəxtimi axtarmağa gedirəm." Şir dedi, "Əgər mənim də bəxtimə rast gəlsən, ona deyərsən ki, mən yayda tük gətirirəm, qışda isə tükümü tökürəm. Yayda istidən, qışda soyuqdan ölürəm. Mənə bir çarə eləsin." Kişi şir ilə xudahafizləşib yoluna davam elədi. Bir qədər gedəndən sonra bağbana rast gəldi. Bağban soruşdu, "Kişi, hara gedirsən?" Kişi dedi, "Bəxtimi axtarmağa gedirəm." Bağban dedi, "Yaxşı oldu. Elə mənim də bəxtimi axtarıb taparsan, ondan soruşarsan ki, mənim ağaclarım baharda yaxşı gül açır, amma vaxtında bir almaya da həsrət qalıram." Kişi dedi, "Olsun, soruşaram." Sonra yoluna davam elədi. Bir qədər gedəndən sonra padişaha rast gəldi. Padişah soruşdu, "Ay kişi, hara gedirsən?" Kişi cavab verdi, "Bəxtimi axtarmağa gedirəm." Padişah dedi, "Bəs elə də mənim də bəxtimi tapıb ondan soruşarsan ki, niyə bəs mənim ürəyim heç açılmır, həmişə qəm-qüssə içindəyəm?" Kişi yenə, "Yaxşı, soruşaram" deyib yoluna davam elədi. Bir qədər gedəndən sonra dənizin qırağına çatdı. Oturub fikirləşdi ki, dənizi o tərəfə necə keçsin? Bu zaman naqqa balıq sudan başını çıxardıb dedi, "A kişi, hara gedirsən?" Kişi dedi, "Bəxtimi axtarmağa gedirəm." Naqqa balıq dedi, "Mənim də bəxtimi tapıb ondan soruşarsan ki, dənizin içində mən sudan heç doymuram axı." Kişi dedi, "Əgər məni suyun o biri tərəfinə aparsan, sənin də bəxtimi tapıb soruşaram." Naqqa balıq dedi, "Gəl min dalıma." Kişi o saat naqqa balığın dalına mindi. Naqqa balıq kişini suyun o biri tərəfinə çıxartdı. Kişi naqqa balıqla xudahafizləşib yola düşdü. Bir qədər gedəndən sonra bəxtlər olan yerə çatdı. Əvvəl öz bəxtini axtarıb tapdı, gördü öz bəxti yerə düşüb qalıb, tez onu qaldırıb ayaq üstə qoydu. Sonra gedib şirin bəxtini axtarıb tapıb, şirin sözlərin bəxtinə dedi. Şirin bəxti də dedi ki, gərək o şir bir axmaq adamın beynini yeyə, sonra o qışda tük gətirər, yayda isə tükün tökər. Sonra gəlib bağbanın bəxtini tapıb, ona da bağbanın sözlərini dedi. Bağbanın bəxti dedi, "Bağbana deyərsən ki, onun ağaclarının dibində bir xəzinə vardır. O xəzinənin təsirindən ağacları meyvə gətirmir. Xəzinəni çıxarsın, o zaman ağacları meyvə gətirər." Sonra gedib padişahın bəxtini tapdı. Ona da padişahın sözlərini dedi. Padişahın bəxti dedi, "Padişaha deyərsən ki, o qızdır, ancaq bu sırrı heç kəsə demədiyindən həmişə qüssəli olur. O gərək özünə bir yoldaş tapsın ki, qüssədən xilas olsun." Sonra gedib naqqa balığın bəxtini tapıb, naqqa balığın sözlərini dedi. Naqqa balığın bəxti də dedi ki, o naqqa balığın boğazında bir böyük qiymətli daş var. Onun peysərinə bərk vurmaq lazımdır ki, daş boğazından düşsün. Ondan sonra sudan doyar. Kişi bu işləri qurtarandan sonra
geri qayıtdı, gəlib dənizin qırağına yetişdi, gördü ki, naqqa balıq sudan başını çıxarıb onu gözləyir. O dedi, bəxtimi tapdınmı? Kişi dedi, məni suyun o tərəfinə keçir, sonra deyim. Naqqa balıq dedi, gəl min dalıma. Kişi o saat naqqa balığın dalına minib, suyun o biri tərəfinə keçdi. Kişi balığın dalından düşdü, tez yumruğu ilə naqqa balığın peysərinə vurdu. Naqqa balığın ağzından daş yerə düşdü. Kişi dedi, indi bundan sonra sudan doyarsan. Naqqa balıq dedi, götür bu qiymətli daş sənə lazım olar. Kişi dedi, yox, mən öz bəxtimi istəyirəm, deyib yoluna davam elədi. Bir qədər gedəndən sonra padişah olan yerə çatdı. Padişah dedi, bəxtimi tapdınmı? Kişi dedi, tapdım. Bəxtin dedi ki, o qızdır. Özünə gərək bir yoldaş tapsın, evlənsin, o zaman qüssədən azad olar. Padişah dedi, indi ki sən mənim sirrimi bildin, gəl evlənək, birlikdə yaşayaq. Kişi dedi, yox, mən öz bəxtimi istəyirəm, deyib yoluna davam eylədi. Bir qədər gedəndən sonra bağban olan yerə çatdı. Bağban soruşdu, bəxtimi tapdınmı? Kişi dedi, bəxtin dedi ki, onun ağaclarının dibində xəzinə var, onu çıxartsın, ağaclar meyvə gətirər. Bağban dedi ki, gəl xəzinəni çıxardaq, yarısı sənin olsun, yarısı mənim. Kişi dedi, yox, mən öz bəxtim lazımdır. Deyib yoluna davam verdi. Bir qədər gedəndən sonra şir olan meşəyə çatdı. Şir dedi, ay kişi, mənim bəxtimi də tapdın? Kişi dedi, bəli. Bəxtin dedi ki, sən bir axmaq adamın beynini yesən, qışda tük gətirərsən, yayda da tükünü tökərsən. Şir dedi, sağ ol, gəl sənə bir xəzinə var, onun yerini deyim, çıxart apar. Kişi dedi, yox, mənə öz bəxtim lazımdır, özgənin bəxti mənə lazım olsaydı, naqqa balığın verdiyi qiymətli daş alardım, padişahı yoldaşlığa qəbul elərdim, bağbanın xəzinəsinin yarısını alardım. Şir biraz düşündü və dedi, hə, mən səndən axmaq adam tapmayacağam ki. Bunu deyib kişinin üstünə yumuldu.